Mirzə Ələkbər Sabir yaradıcılığında maraqlı bir sualdır. Sualda deyir ki, klasterə əsasən uyğunluğu müəyyən edin. Deməli, biz birinci həm A-nı yaza bilərik birinci varianta, həm B-ni yaza bilərik. Çünki yazılı ədəbiyyat nümunəsidir. Bu hər ikisinə aiddir. A-da Neylərdin ilahını verib, B-də Əkinçi əsərini verib və 2-də qoyub ki, yazılı ədəbiyyat nümunəsidir. Bu hər ikisinə aiddir. Görək 2-ni növbəti hansı bəndlərdə tamamlaya bilərik. C variantında deyir ki, müəyyən təhdidlərə yer verilmişdir. Deməli, bu əkinçi əsəri barəsində doğrudur. Çünki orada mülkədar əkinçini təhdid eləyir. Ona görə C-ni yazırıq aşağı, yəni B-yə. D variantı əsərdə düz mütənasiblik prinsipi ifadə edən nümunə işlənmişdir. Bu, Neylərdin ilahı əsərinə aiddir. Əksər beytlərində nümunə ünvanında bir beytini oxuyuram. Məsələn, orada deyir ki, bağın əkinin xeyrini bəylər görəcəkmiş, toxum əkməyə dehqanları Neylərdin ilahı. Məsələn, burada birinci misra ilə ikinci misra tam düz mütənasiblik təşkil eləyir, bəli. Ona görə deməli A, 1-də A, 2-də D. D-ni yazırıq yuxarı. Y variantı insan əməyinə qarşı laqeydliyin tərənnüm olunduğu əsərdə burada olmalıdır. Deməli, insan əməyinə qarşı laqeydliyin tərənnüm olunur. Amma tərənnüm sözü yanlışdır. Burada laqeydlik isə tərənnüm olunmur, əslində tənqid olunur. Ona görə biz bunu ümumiyyətlə E olan variantları silsək, baxın, burada elə cavab B variantı qalır. Deməli, 1-də A, 2-də D, F. Digər variantlara baxaq. Əsər məzmununa uyğun bəhrdə, aramla da oxunmağın tələb olunduğu bəhrdə yazılıb. Yəni, Həzəc bəhrində yazılıb. Bu, hər ikisinə aiddir. Lakin bizim cavabımız elə burada çıxır. 1-də B, 2-də D, F. C variantına baxaq. Müxtəlif həyatların müqayisə olunduğu əsərdə problemin həll yolu qaranlıq qalır. Xeyr, ümumiyyətlə, Sabir yaradıcılığında problemin həll yolu qaranlıq qalmır. Hər hansı bir mövzuda problem həll olunur. Və burada da hər iki əsərdə də satir ilə elə müəllif problemi həll eləmiş olur. Deməli, cavabımız olur B variantı. 1-də A, 2-də D, F.